Salam, kanalıma ve videoma hoş gelmişsiniz. Ben Fatimə ve bu videoda size yaz semestrinin ilk gününü vloglamaq istedim. Hal-hazırda çox tez bir şəkildə saçımı və makyajımı bitirib artıq üniversitete yollamalıyım. Başlayaq. Saçımı vuracağım ama dünən hər ehtimal hörmüşdüm ki birdən vurmağa vaxt qalmaz ve ona göre yəni düz bir saçla getməyim. Birinci makyajdan başlayacağım ona göre. Çünkü dediğim gibi vaxtımız azdır. Hərəsinə 20-20 ayıra bilərəm təxmini. İlk önce üzümüzü nemləndirək. Makyaj ederken mən də bu semestrdan gözləntilərimi və bəzi tedirginliklərimi danışmaq istəyirəm sizlərlə. Deməli, əgər bundan önceki videoma baxmışsınızsa, mən YB proqramını D qrupunu bitirdim və bu bir semestrlik proqram idi və biz ikinci semestrdan əsas təhsilə başlayırıq. İkinci semestrdan əsas təhsilə başladığımız üçün əsas təhsil dərsləri haqqında, Cənnət haqqında heç nə bilmirik. Yəni bu səbəbdən sıx tedirginliyim var. Çünki ilk dəfə girəcəyim dərslərdir. Yəni başqalarının da ilk dəfə girəcəyi dərslərdir. Amma ən azından bu sistemi artıq öyrəşiblər. Mən isə təzəyəm hələ. Mənim öyrəşməyim hələ yəqin ki çəkəcək bir ay. Və bugün çox ağır bir gündür. Çünki saat 8:30'da public speaking var, 9:45 bitir. 9:45'den daha sonra isə 11:30'a kadar boşam. Yenə o aralarda da bir-iki kadr çəkəcəm. Ümumiyyətlə çalışacağım kadrları çox nə uzun tutum, nə də çox qısa tutum. Yəni orta balansı qoymağa çalışacağım. Belə. İndi keçək primerə. Vurum gəlirəm. Ben hiç geçişmeden olduğum bir müellimin dersiymiş yani. Geçen semestr hemen müellime geçen bir padukam, Allah razı olsun oradan. Aynur Allah senden çok razı olsun. Bana bazı püf noktalar verdi hemen müellim hakkında. Ben de gerek uygulayacağım, ümit ediyorum. Gözüne girebilirim. Göze batmayayım. Esas en birinci maksat odur, göze batmamak. Çünkü bir defa göze batırsa gelir. Bunlar yani. Dağıttım. İndi kontrola keçebilirik. Video çəkəndə ekstra vaxt gedir. Ona görə çox tələsirəm. Sana hiç bakmamışım aslında. Yani saatten haberim yoktu. Tahmini bir 3 günde kurduğum saat mi? Həlliyə keçərik. Az oldu. Biraz daha varaq çünki çoxalacaq və soyuq hava gedirik. Yəni soyuqdan bir üzümüz qızarmasın mı? O effekti verək. İndi başqa məsələ.
İndi liner çəkəcəm, amma bunu videoda eləsəm heç istədiyim kimi olmayacaq. Ona görə çəkib gəlirəm. Yenə ürəyim zorladı, amma edəcək bir şey yoxdur. Çünki tələsirəm həqiqətən. Çünki hələ saçım var və bu quruyub. Bundan 3 dənə idi bizdə. Biri qurumuşdu, biri orta idi, biri də qəşəng idi. Əslində o biri də, bu da yağlı idi, o da yağlı idi. Sonra o üçüncüsü itdi və sadəcə bu qaldı. Çok güzel tuz aslında. Ama hayır. Koyayım. Tujum linerim hazırdı. Sadəcə qaldı dodaq boyası. Oh, stress. Oh my god, stress. Oh my god. Esyamda bu var, bunun əlili. Buraya bezdim. Sadece zannediyorum dudak makyajını çok hoştur. Çünkü sadece adamın uzun ödem olur diye. Ona göre daha yaxşı oturur. Kafam hala var anladım. Ben sadece böyle çok yumuşak yumuşak takımlarım. Qaldı sadəcə. Ana. Qaldı. Göz ucumuza. Highlighter var düzü. Bırak da. Onu da bırak. Elimle vuracağım. Çünkü bayağı fırçanı batırdım. Ay birisi. Fırçanın eleyim değil mi? Yüzüme bütün eleyim highlighter. Onda da güzel gözüküyor. Biraz burnuma. Bunun resmi. Eski olup çok parlamayayım. Üstüm. Hazırım. Artık saçma keçid eləyə bilərik. Keçək. Açılışını da çəkmək istədim. Belədir, hafif dalğalıdır. Amma biz indi bunu buracağıq. Çox sevdiyim bir fənlə. Bununla, bu çox gözəldir. Yəni mən bununla saçımı vururam. Saçım yuyana qədər qalır. Çox gözəl fəndir. Başlayaq. Şöyle bu balonu getirdim. Yok. Getirmemiştim. Birini söndürməli oldum. Feni taktığım için. Devam edeyim. Final olarak görüntü budur. Saçımı tam düzəltməmişəm, qabağımı falan. Ama final olarak görüntümüz budur. Tez bir şekilde nəsə yeyib çıxmağa çalışacağım. Götürdüyüm sumkada budur. İçinə bir-iki dəftər yığmışam və bəzi makyaj ləvazimatlarımı da qoyub çıxıram. Son olarak belə görünürəm. Gedək.
Hal-hazırda universitetdəyəm. İndi gedirəm kantindən isti su götürməyə. Özümə kofe almışam. Biraz onun için çünki çox tez gəlmişəm. Saat 8-ə qalıb. Dərsimiz 9-un yarısı başlayır. Onun üçün vaxt geçsin. Amma yenə də hələ var. Əşyalarımı yol qoydum. İndi də gedirəm kantinə kofe içməyə. Hava da çox gözəldir. İsti suyumu götürdüm. Əslində yox idi, amma içəridəki qadın çox sağ olsun, Allah razı olsun onun. Mənim üçün içəridən gətirdi. Yanımda sizin var. Kofem var. Sadə kofe, acı kofe. İkisini bir dənə yiyeyim ki, özümə gəlim. Arxafım qəşəng düşür məncə. Biraz da danışıq içər. Malzemələr uşaqlar gəlir. Ona görə biraz arada videonu dayandırıram. Çünki hələ tam öyrəşməmişəm. Yəni cəmiyyət içərisində video çəkmək. Metroda da sanki özümə baxırmış kimi videolar çəkdim biraz qısa-qısa. Yolu çəkə bilmək üçün. Su biraz azdır. Amma olsun. Qaşıq götürmədim. Mən qaşıq yadıma etdim. Olsun gedib bir də qaşıq götürməyəcəm. Ağlımda bəzi kontent fikirləri var, yəni yeni bir kontent eləsinə öncədən də olmuş şeylərdir. Daha doğrusu yeni deyəndə çox az video var, heç yoxdur deyə bilmərəm, amma var. Məsələn, mənim tanışlarım var ki, rəfiqələrimdə biri UNEK-də oxuyur, biri Dillər Universitetində oxuyur, AUDA, biri Adınsuda oxuyur, biri filan yerdə oxuyur. Onlarla istəyirəm ki, bir YouTube videosu çəkeyim, yəni universitetin mənfi və müsbət cəhətləri və s. və ilaxır kimi mövzuları ələ alım. Və sadəcə istəmirəm ki, universitet videolarından ibarət olsun video. Hər ki, universitet videoları üzərindən gedirəm. Çünki biraz istəyirəm ki, həm özümü öyrəşim YouTube-a. Çünki yeni başlamışam və inkişaf elətdirməli olduğum hələ bir çox məqam var və çalışıram bunların üzərində. Eyni zamanda dediyim kimi, sadəcə universitet videolarından ibarət olsun istəmirəm. Yəni, biraz əyləncəli kontentlər də çəkmək fikrim var. Dostlarımla görüşüb hər hansısa bir video çəkmək, yəni məsələn atıram klassik kar-körlal bir yerdə şirniyyat bişirirlər və s. Bu tərzdə kontentdə videolar çəkmək istəyirəm. Görək. Hələ ki universitetin dediyim kimi genezin ilk günüdür deyə General Education əsas təhsilin. Ona görə bir müddət yəqin ki, sadəcə videoları çəkib saxlayacağım. Yəni bu videonu da inanmıram ki, sırası yükləyim YouTube-a. Çünki editləmək lazımdır və buna görə də vaxt tələb eləyir. Həftə sonları boş olsam da, yenə deyirəm, birinci əsas təhsilə fokuslamaq istəyirəm ki, öyrəşim sistemə. Çünki birinci dəfədir bu sistemlə qarşı-qarşıyayam. Düzdür, Blackboard-dur, MyAdadır, bu cür saytları bilirəm, tanışam. Amma dərslərlə tanış deyiləm. Məsələn, data, public speaking biraz məsələn anlayışım var ki, prezentasiyalarımız olur. Çünki EAP-də də prezentasiyalarımız olurdu. Writing-i məsələn bilirəm. Çünki EAP-də də, bundan əvvəlki videoda dediyim kimi, EAP-də də writing keçirdik, akademik writing. Yəni bənzərliklər çoxdur. Amma yerdə qalan, məsələn, tarix götürmüşəm. Bugün tarix dərsinə girəcəm. Uzun zamandır tarix əslində gözləyirdim mən. Təəssüf ki, ən sonuncu dərsdir. Amma bir cəhətdən də yaxşıdır ki, o son nöqtəni vurub evə getməliyəm. 15:45-də çıxıram. Bir müsbət cəhət odur ki, biz tez başladığımız üçün semestrə, hal-hazırda digər universitetlərin imtahan dönəmi olduğu üçün, yəni hər gün mütəmadi olaraq dərsə gedən yoxdur. Bu səbəbdən də yol o qədər dolu deyildi. Hətta mənim planlamalarıma görə çox tez çatdı. Düşünürüm ki, hava soyuqdur, maşınlar çox sürətlə getməz və s. və ilaxır. Ona görə biraz probka ola bilərdi. Amma olmadı. Olsun, gecikməkdənsə tez gəlmək yaxşıdır. Mənim ən böyük dərdim gecikməkdir. Mən hər yeri gecikirəm. Mən bunları yiyeyim. Sonra isə biraz
dərsi çəkərəm. Sonra 1 saatlıq ara var. Saat 9:45-dən 11:30-a qədər boşam. Həmən hissədə də yenə bir şey taparam çəkməyə. Bunlar bitsin, gəlirəm. Zeynəb, sənsiz, həqiqətən sənin yerin görsən. Bax, bu boyda ad insan oturmuşum. Sənin yerin o qədər görsən. Səndən nəsə o qədər darıxmışam ki. Götürmüş sofraya Zeynep. Publikdən çıxdım, Datadan da çıxdım. Hər ikisi çox yaxşı keçdi. Publikdən biraz tanışlıq günü də əslində. Bugün heç nə keçmirlər. Sadəcə silabusu izah edib göndərirlər. Yəni, hətta Datadan tez çıxdım biraz. Hal-hazırda indi boşam. Digər dərsi gözləyirəm. Düşməz də bu. Sən nəsə? Tamam. Bu nədir? Bu tərəfdən niyə çəkirsən? Tamam, gələcəm. İndi 7 fevraldır. Mən bu videonu 21 yanvar çəkmişdim. Və təəssüf ki, tamamlaya bilməmişdim. Çünki həmən gün o qədər məşğuliyyətli bir gün idi ki, həmən gün o qədər dolu keçmişdi ki, videonu tamamlamağa vaxt tapa bilmədim. Axşam evə getdiyimdə də artıq çox yorulmuşdum. Bu səbəbdən videonu bugün bitirirəm. Videomu izlədiyiniz üçün təşəkkürlər. Bir sonraki videolarda görüşənədək.